Siyasət nəticəsində ölkədə rifahın artırılması və sosial müdafiə sistemini gücləndirməsi üçün mühüm tədbirlərin bunlarla bağlıdır. Ölkə başçısının rəhbərliyi ilə son 7 ildə 5 sosial islahat paketi uğurla icrası başlanılıb və 4'ü başa çatdırılıb. Nəticədə 4 milyondan artıq çox insan bu tədbirlərdən faydalanıb və bu istiqamətdə illik 7,6 milyard manat yönəldilib. 2025-ci ilin yanvarın 7-sində yerli telekanallara Cənab Prezident yeni sosial islahat paketləri ilə bağlı bunlara toxunarak qeyd edib ki, ölkəmizin Qarabağın bərpası kimi böyük yük və vəzifələrin öhdəsindən gəlməklə yanaşı, vətəndaşların sosial rifahına da ciddi diqqət ayırır. Bunun nəticəsi olaraq Prezidentin 23 dekabr tarixli 2024-cü il 23 dekabr tarixli sərəncamına əsasən 2025-ci ilin yanvarın 1-dən etibarən 5-ci sosial islahat paketinə icra olunmasına başlanılmışdır. Bu paketin ilk mərhələsi əmək haqqı və pensiyaların artırılmasına əhatə etmişdir. 2025-ci ilin yanvarın 1-dən minimum əmək haqqı 345 manatdan 400 manata artırılmışdır. Bu da 16% artım deməkdir. Ümumi səbəblərdən orqanizm funksiyalarının minimum əmək haqqı artımına uyğun olaraq vahid tarif cədvəlinin bütün 19 pilləsi üzrə maaşlar orta hesabla 16% artırılıb və bu artım 700 minədək dövlət və özəl sektor işçilərini əhatə etmişdir. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqqları 2025-ci ilin yanvarın 1-dən orta hesabla 15% artırılmışdır. Fevralın 1-dən minimum pensiya 280 manatdan 320 manata artırılmışdır. Bu da 14,3% artım deməkdir. Dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu statusu daşınmayan şəxslərin maaşları, eləcə də büdcə təşkilatlarında dərs aparanlara ödənilən saat hesabı məbləğlər də artırılmışdır. 2025-ci il üçün yaşayış minimumu və ehtiyac meyarı 270 manatdan 285 manata artırılmışdır. Bununla yanaşı mütləq qeyd etmək, vurğulamaq vacibdir ki, hərbiçilər və hüquq mühafizə orqanlarının işçilərinə də 10% artım şamil olunmuşdur. Həmin qeyd olunan 5-ci sosial islahat paketinin ilk mərhələsinin imzalanmasının artıq bir neçə ay keçdikdən sonra ölkə başçımız tərəfindən növbəti mərhələyə qədəm qoyulmuş və sosial islahatlarının sürətlə və planlı şəkildə davam etdirilməsi üçün ikinci mərhələsinə keçid edilmişdir. Beləliklə, Prezident İlham Əliyevin 12 iyun 2025-ci il tarixli fərmanına əsasən 2025-ci ilin iyul ayının 1 tarixindən Prezident təqaüdləri üzrə Vətən müharibəsi qəhrəmanlarına 2000 manatdan 2200 manata dək, Azərbaycan milli qəhrəmanlarına 1800 manatdan 1800 manatdan 2000 manata, Prezidentin fərqli təqaüdü üzrə 1500 manatdan 1700 manata, bu 2018-ci ildən bura 30,7% artım deməkdir. Şəhid ailəsi, 20 yanvar şəhidinin ailəsi, Əfqanistanda həlak olan hərbiçilərin ailələri üçün 600 manatdan 700 manata çatdırılmışdır. Müharibə, 20 yanvar hadisələri, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə orqanizm funksiyalarının 81% pozulmasına görə, yəni birinci dərəcədə 500 manatdan 600 manata dək, ikinci dərəcədə 400 manatdan 500 manata dək, üçüncü dərəcədə isə 330 manatdan 400 manata dək. Bu, o deməkdir ki, orta hesabla 20% bu kateqoriyada insanlara artım şamil olunub və üçüncü kateqoriya üzrə artıq 2018-ci ildən bura 3,6% artım deməkdir. Ümumi səbəblərdən orqanizm funksiyalarının 81-100% pozulmasına görə
Yəni ki, gözdən əlilliyi olan şəxslər istisna olmaqla, əlilliyi olan şəxslərə 200 manatdan 250 manatadək, bu 25% edir. 81-100% pozulmasına görə gözdən əlilliyi olan şəxslərə 300 manatdan 350 manatadək artım nəzərdə tutulmuşdur. Orqanizm funksiyaları 81-100% pozulmasına görə və ya 18 yaşınadək 50 müəyyən edilmiş şəxslər qulluq edənlərə 100 manatdan 120 manata çatdırılmışdır. Bu 20% artım deməkdir. Fəxri adlara gəldikdə isə fəxri adlara layiq görülmüş şəxslərə, yəni ki, xalq yazıcısı, xalq şairi, xalq artisti, xalq rəssamı adına görə 200 manatdan 300 manata artırılmış, bu 50% artım deməkdir. Əməkdar artist, əməkdar müəllim və digər bütün əməkdar fəxri adlara görə 150 manatdan 200 manata qədər artırılmışdır. Bu, hər iki ad üzrə 2018-ci ildən bu yana 3,3 dəfə artım görünür. Sosial müavinətlər üzrə gələndə isə əlilliyi olan şəxslərə müavinət orqanizm funksiyalarının 81-100% pozulmasına görə, yəni birinci dərəcə 270 manatdan 300 manata, ikinci dərəcə 220 manatdan 250 manata, üçüncü dərəcə isə 150 manatdan 180 manata çatdırılmışdır. Hər üç kateqoriya üzrə artım 2018-ci ildən bu yana 4,5 dəfə artım deməkdir. Uşağın anadan olmasına görə bir dəfəlik müavinət 500 manatdan 600 manata artırılmış, dəfn üçün bir dəfəlik müavinət isə 500 manatdan 600 manata artırılmışdır. Bu da 20% artım deməkdir. Ailə başçısının itirməsinə görə hər ailə üçün aylıq müavinət 120 manatdan 140 manata artırılmış, 1 yaşınadək uşağa olan az təminatlı ailələrə hər uşağa görə aylıq müavinət 100 manatdan 140 manata artırılmışdır. Bu da 40% artım deməkdir. 5-dən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət 105 manatdan 140 manata artırılmış, yəni ki 33,3% artımdır. Müddətdə hərbi xidmət qulluqçularının uşaqlarına hər uşağa görə aylıq müavinət 120 manatdan 140 manata artırılmışdır. Valideynləri itirmiş və valideynlər himayəsindən məhrum olmuş uşaqların qəyyumları üçün aylıq müavinət 120 manatdan 140 manata çatdırılmışdır. Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət 6 yaşına qədər uşaqlar üçün 395 manatdan 500 manata, 7-13 yaş aralığında uşaq üçün 415 manatdan 600 manata, 14-18 yaş uşaqlar üçün 435 manatdan 650 manata. Yəni burada da görünür ki, yüksək yaşlı uşaqlar üçün 44-49% artım nəzərdə tutulmuşdur. 2018-2025-ci illər üçün ölkə üzrə həyata keçirilən 5 sosial paketdən 4 milyon vətəndaş istifadə edib, onların 4 milyondan çox vətəndaşı əhatə edib. Prezidentin imzaladığı fərman və sərəncamlarına əsasən bu dövrdə sosial ödənişlərdə əhəmiyyətli artımlar baş verir. Bu nə deməkdir? Minimum əmək haqqı 3,1 dəfə, orta aylıq əmək haqqı 2 dəfə, minimum pensiya 3 dəfə, orta aylıq pensiya 2,6 dəfə artırılmışdır. Müavinət və təqaüdlərə ayrılan illik büdcə vəsaiti 5 dəfədən artıq artırılır. Bundan əlavə, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan sosial siyasət nəticəsində 2019-cu ildən bəri sosial sahəyə ayrılan büdcə vəsaiti 2,2 dəfə artırılmış, 2025-ci ildə bu 16,9 milyard manata çatdırılmışdır. Hazırda bu xərclərin ümumi büdcəsinin 41%-ni təşkil edir. Məlumat üçün bildirmək istərdim ki, 2025-ci ilin yanvarın 1-dən pensiya orta aylıq nominal əmək haqqının artımına uyğun olaraq 8,1% qədər indeksləşdirilmişdir. Pensiya təminatına ayrılan illik vəsait 2018-ci ildən bu yana 2 dəfə artırılıb və 2025-ci ildə 7,2 milyard manata çatır. Bu artım 1,1 milyon vətəndaşa əhatə edir. Son olaraq, Prezident İlham Əliyevin sosial sahəyə verdiyi davamlı
diqqət nəticəsində bu illər ərzində həyata keçirilən sosial artımlar dövlətin vətəndaşlara yönəlik məsuliyyətli və məqsədyönlü yanaşmalarının real nəticəsi olduğunu bildirmək istərdim. Təşəkkür edirəm. Nə suallarınız varsa, buyurun, cavablandıraq. Buyurun. Bəli, hazırda sosial müavinatlarla bağlı briefingdən ən son informasiyaları diqqətinizə çatdırdıq və